Rəvayət edilir ki, Səhl bin Səd demişdir. Bir kişi Muhammed sallallahu aleyhi və səlləmin yanına gəlib dedi: Ey Allahın elçisi, mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah da məni sevsin, insanlar da. Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu: Dünyayı göz dikmə, Allah səni sevər. İnsanların əlində olanı göz dikmə, insanlar da səni sevər. Hədisdə göz dikmə ifadəsi ərəbcə zahid olmaq kimi ifadə edilir. Zahidlik, dünyaya rəğbət bəsləməyin və bağlılığın ziddidir. İbn Qeyyum Mədarəcüs Salikində səhifə 285-də İbn Teymiyyə Rahmullaha istinadən belə buyurur: Zahidlik, ahirətdə fayda verməyəcək şeyləri tərk etməkdir. İbn Məcə 4241-ci hədis. Əl-Əlbani səhih olduğunu bildirmişdir. Abu Hureyre demişdir: Bir dəfə bir bədəvi Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanına gəlib dedi: Ey Allahın elçisi, mənə elə bir əməl öyrət ki, onu yerinə yetirəcəyim təqdirdə cənnətə daxil olum. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, buyurdu: Allaha ibadət et və ona heç kəsi şərik qoşma. Fərz buyurulmuş namazları qıl, vacib buyurulmuş zəkatı ver və Ramazan ayının orucunu tut. Bədəvi dedi: Canım əlində olan Allaha and olsun ki, mən heç vaxt buna heç nə artırmayacağam və bundan heç nə əksiltməyəcəyəm. O gedəndən sonra Peyğəmbər buyurdu: Cənnət əhlindən olan bir adama baxıb zövq almaq istəyiniz varsa, qoy buna baxsın. Muslim 107-ci hədis. Cabir rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun belə dedi: Cənnətin sakinləri orada yeyib içərlər, lakin sidik və nəcis ifras etməz, tüpürməzlər. Soruşdular: Bəs onların yedikləri necə çıxacaq? Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi: Gəyirmək və müşk qoxusu olan tər ilə. Nəfəs aldıqları kimi onlara rahatlıqla təsbih, Sübhanallah və təhmid, Əlhəmdülillah etməyə ilham veriləcək. Muslim 7331-ci hədis. Abu Hureyre rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun belə demişdir: Cənnətə girən nemət görər, kasıblıq görməz, paltarı köhnəlməz və gəncliyi tükənməz. Muslim 7335-ci hədis. Rəvayət edilir ki, Numan İbn Bəşir demişdir: Bizi namaza durarkən görsəydin, görərdin ki, hər kəs topuğunu yanındakının topuğuna birləşdirir. Əl-Buxari 48-ci fəsil 683-cü hədis. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edəndir. Əl-Buxari Ədəbul Mufrad 312-ci hədis. Ubədə İbn Samid oğluna belə demişdir: Ey oğul, həqiqətən sənin başına gələn bir şeyin səndən yan keçməməli olduğunu və səndən yan keçən şeylərin də sənin başına gəlməməli olduğunu bilməyincə həqiqi imanı dadmazsan. Mən Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, belə buyurduğunu eşitdim: Allahın ilk yaratdığı şey qələmdir. Allah ona yaz deyə buyurdu. O dedi: Ey Rəbbim, nə yazım? Allah buyurdu: Qiyamət saatı qopana dək hər bir şeyin qədərini yaz. O sözünə davam edərək dedi: Ey oğul, mən Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, belə buyurduğunu eşitdim: Bundan qeyri etiqad üzərində ölən məndən deyil. Abu Davud 4702-ci hədis. Allahın ilk yaratdığı şey qələmdir sözünün izahı başqa səhih hədisdə öz əksini tapmışdır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurur: Allah göyləri və yeri yaratdıqdan 50 min il əvvəl bütün məxluqatların qədərini yazmışdır. Onun ərşi də suyun üzərində idi. Muslim 4797, 6919-cu hədis. Abu Dərdə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: Lənət oxuyanlar qiyamət günü nə şahid olarlar, nə də şəfaətçi. Muslim 4703-cü hədis. Abu Hureyre rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir:
Mənim hovuzumun iki tərəfi arasındakı məsafə Əylə, Şamda yer adı, ilə Ədən, Yəmən arasındakı məsafədən daha uzaqdır. Onun suyu qardan ağ və südlə qatışdırılmış baldan daha şirindir. Ətrafına düzülmüş qədəhlər ulduzların sayından daha çoxdur. Bir adam insanların dəvələrini hovuzunun yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam. Səhabələr dedilər, ey Allahın elçisi, o gün sən bizi tanıyacaqsan? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Bəli, sizin başqa ümmətlərdən heç birindən olmayan bir əlamətiniz var. Siz mənim yanıma dəstəmaz aldığınız əzalarınız nurlu olaraq gələcəksiniz. Muslim 581-ci hədis. Rəvayət edilir ki, Huzeyfə ibn Yəmən demişdir. İnsanlar Peyğəmbərdən, ona Allahın salavatı və salamı olsun, xeyrxax işlər barədə soruşardılar. Mən isə ondan şər əməllər barəsində soruşardım ki, xətəri mənə dəyməsin. Mən dedim, ya Rasulullah, biz həqiqətən də cahillik və şər içində yaşayırdıq. Allah bizə belə bir xeyir nəsib etdi. Bu xeyirdən sonra şər gələ bilərmi? Peyğəmbər, bəli dedi. Mən soruşdum, bəs bu şərdən sonra yenə xeyir gələ bilərmi? Peyğəmbər dedi, bəli, lakin bu xeyrə şər ləkəsi bulaşacaqdır. Mən soruşdum, o nə ləkədir? Dedi, mənim yolumu tutub getməyən adamlar olacaq. Onlar yaxşı işlər gördükləri kimi pis əməllər də edəcəklər. Mən soruşdum, bəs bu xeyirdən sonra şər gələcəkmi? Dedi, bəli, həmin vaxt cəhənnəmə çağıran azğın adamlar olacaq. Kim onların çağırışını qəbul etsə, cəhənnəmə atılacaqdır. Mən dedim, ya Rasulullah, onları bizə vəsf et. O buyurdu, onlar bizlərdən olacaq və bizim kimi danışacaqlar. Soruşdum, o vaxta qədər yaşasam, mən nə edim? Buyurdu ki, müsəlman cəmaatına qoşul və onların imamına tabi ol. Dedim, bəs onların nə bir cəmaatı, nə də bir imamı olmasa necə? Dedi, arxa dişlərinlə ağac kökündən yapışmış olsam belə, o firqələrin hamısından uzaq dur və ölüm səni haqlayana dək bu vəziyyətdə qal. Buxari 3606-cı hədis. Əbu Səid Əl-Xudri rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurmuşdur. Kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhammeddən razı olarsa, ona cənnət vacib olar. Bu, Əbu Səidin xoşuna gəldi və o dedi, ey Allahın elçisi, bunu mənim üçün bir daha təkrar et. Allah elçisi ona Allahın salavatı və salamı olsun da onun üçün təkrar etdi və dedi, başqa bir əməl də var ki, Allah onunla qulunu cənnətdə 100 dərəcə yüksəldir. Hər iki dərəcə arasındakı məsafə göy ilə yer arası kimidir. Əbu Səid soruşdu, o nədir ey Allahın elçisi? O buyurdu, Allah yolunda cihad etmək, Allah yolunda cihad etmək. Muslim 1884-cü hədis. Əbu Hüreyrə rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun belə buyurdu. Fərat aralanmayana qədər və bu yerdə qızıldan dağ əmələ gəlməyənə qədər qiyamət saatı qopmayacaq. İnsanlar bu qızıla görə bir-biri ilə vuruşacaq və hər 100 adamdan 99 öləcək. Bu zaman onlardan hər biri belə deyəcək, bəlkə elə sağ qalan mən olacağam. Muslim 7454, 7458-ci hədis. Səmurə İbn Cündəb rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun bizə demişdir. Bu gecə 2 nəfər yanıma gəlib, məni binaları qızıl və gümüş kərpicdən tikilmiş şəhərə apardılar. Orada bizi bədənlərinin yarısı gördüyün ən gözəl şəkildə, o biri yarısı isə gördüyün ən eybəcər şəkildə olan insanlar qarşıladı. O 2 nəfər onlara, gedin o çaya girin dedilər. Onlar gedib çaya girdilər. Sonra bizim yanımıza qayıtdılar. Beləliklə, bu insanların eybəcərliyi yox oldu və onlar ən gözəl surət aldılar. O 2 nəfər mənə dedi, bu Ədin cənnətidir. Burada sənin əbədi qalacağın yerdir. O ki qaldı yarı gözəl, yarı eybəcər adamlara, onlar yaxşı işləri pis əməllərlə qarşıdıranlar idi. Lakin Allah onları bağışladı. Əl-Buxari 4674-cü hədis. Əbu Əyyub demişdir, bir nəfər Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedi, məni cənnətə yaxınlaşdıracaq
və oddan uzaqlaşdıracaq bir əməl öyrət ki, onu yerinə yetirim. O buyurdu, heç bir şeyi Allaha şərik qoşmadan ona ibadət et. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmlət. Adam dönüb getdikdən sonra Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Əgər ona əmr edilənləri yerinə yetirsə, cənnətə daxil olar. Muslim 106-cı hədis. Əbu Əyyub rəvayət edir ki, bir nəfər Peyğəmbərə ona Allahın salavatı və salamı olsun dedi. Mənə cənnətə girməyimə səbəb olacaq əməl barədə xəbər ver. Əshabələr ona nə olub deyə soruşdular. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. O bilmədiyini öyrənmək istəyir. Allaha ibadət et və ona heç kəsi şərik qoşma. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla. Əl-Buxari 1396-cı hədis. Rəvayət edilir ki, Cabir demişdir. Bir nəfər Peyğəmbərdən ona Allahın salavatı və salamı olsun soruşdu. De görüm, əgər mən fərz namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal, haramı da haram qəbul etsəm və bunlara heç nəyə əlavə etməsəm, cənnətə daxil olaram? Peyğəmbər ona Allahın salavatı və salamı olsun, bəli deyə cavab verdi. O da, vallahi ki, mən bunlara heç nə əlavə etməyəcəyəm. Muslim 110-cu hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Mənim hovuzumun iki tərəfi arasındakı məsafə Əylə, Şamda yer adı, ilə Ədən, Yəmən arasındakı məsafədən daha uzaqdır. Onun suyu qardan ağ və südlə qatışdırılmış baldan daha şirindir. Ətrafına düzülmüş qədəhlər ulduzların sayından daha çoxdur. Bir adam insanların dəvələrini hovuzunun yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam. Səhabələr dedilər, ey Allahın elçisi, o gün sən bizi tanıyacaqsan? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Bəli, sizin başqa ümmətlərdən heç birindən olmayan bir əlamətiniz var. Siz mənim yanıma dəstəmaz aldığınız əzalarınız nurlu olaraq gələcəksiniz. Muslim 581-ci hədis. Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun demişdir. Kim Allaha və onun elçisinə iman gətirir, namaz qılır və Ramazan orucunu tutursa, bundan sonra istər Allah yolunda cihad etsin, istərsə də doğulduğu diyarda qalsın. Allah onu cənnətə daxil etməyi özünə vacib bilmişdir. Səhabələr dedilər, ey Allahın elçisi, insanları müjdələyəkmi? Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Cənnətdə Allahın onun yolunda cihad edənlər üçün hazırladığı 100 mərtəbə var. Bu mərtəbələrdən hər iki mərtəbə arasında olan məsafə yerlə göy arasında olan məsafəyə bərabərdir. Allahdan nə isə dilədiyiniz zaman Firdovs cənnətini diləyin. Çünki Firdovs cənnətin tam ortası və ən yüksək mərtəbəsidir. Onun üstündə isə Ər-Rəhmanın ərşi yerləşir. Cənnət çayları da oradan qaynayıb axır. Buxari 2581-ci hədis. Ənəs rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun belə demişdir. Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın çox içilməsi və zinəkarlığın yayılması qiyamət saatının əlamətlərindəndir. Buxari 80-cı hədis. Əbu Əyyub rəvayət edir ki, bir nəfər Peyğəmbərə ona Allahın salavatı və salamı olsun dedi. Mənə cənnətə girməyimə səbəb olacaq əməl barədə xəbər ver. Əshabələr ona nə olub deyə soruşdular. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. O bilmədiyini öyrənmək istəyir. Allaha ibadət et və ona heç kəsi şərik qoşma. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla. Əl-Buxari 1396-cı hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Qiyamət günü 3 sinif insan ilk sorğu-suala çəkinənlərdən olacaq. Şəhid Allahın hüzuruna gətiriləcək
və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlərin müqabilində nə etmisən? O, sənin yolunda vuruşub şəhid olmuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan danışırsan, sənə qəhrəmandır desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın huzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlərin müqabilində nə etmisən? O, sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan deyirsən, sənə alimdir desinlər, həmçinin qaridir desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allahın huzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlər müqabilində nə etmisən? O, var dövlətimi sənin yolunda xərcləmişəm, sənin buyurduğun yerlərə sərf etmişəm deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan danışırsan, sənə nə səxavətli insandır desinlər deyə malından xərcləmişsən. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Digər rəvayətdə belə əlavə var: sonra Allah elçisi ona Allahın salatu və salamı olsun dizimə vurdu və ey Əbu Hureyra, bu 3 nəfər qiyamət günü Allahın yaratdıqları içində cəhənnəm odunda yanan ilk kimsələrdir deyə buyurdu. Muslim 527-1905-ci hədis. Peyğəmbərin ona Allahın salatu və salamı olsun zövcəsi Ayşə belə rəvayət edir: Peyğəmbər ona Allahın salatu və salamı olsun bir gecə onun yanından çıxdı. Ayşə deyir ki, mən onu qısqandım. Gəldiyi vaxt nə etdiyimi gördü və dedi: ey Ayşə, sənə nə olub? Qısqandın mı? Mən dedim: mənim kimisi sənin kimi bir şəxsi niyə də qısqanmasın? Allahın elçisi ona Allahın salavatu və salamı olsun buyurdu: sənə şeytan mı yaxınlaşdı? Mən dedim: ey Allahın elçisi, mənimlə birlikdə şeytan mı var? O bəli dedi. Mən dedim: hər insanla birlikdə də var? O bəli dedi. Mən dedim: səninlə də ey Allahın elçisi? O dedi: bəli, lakin Rəbbim onun barəsində mənə kömək etdi. O da müsəlman oldu. Muslim 7288-ci hədis. Ənəs ibn Məlik rəvayət etdiyi hədisdə Peyğəmbər ona Allahın salavatu və salamı olsun demişdir: Allah yolunda səhər və ya axşam döyüşə getmək dünya və onun içindəkilərindən xeyirlidir. Birinizin cənnətdəki ox boyda yeri dünya və onun içindəkilərindən xeyirlidir. Əgər cənnət qadınlarından biri yer sakinlərinə görünsəydi, göylə yer arasında olan hər tərəf işıqlandırar və onun gözəl iyi hər yanı bürüyərdi. Onun baş örtüyü isə dünya və onun içindəkilərindən xeyirlidir. Buxari 2587-2796-cı hədis. Rəvayət edilir ki, Avf ibn Malik demişdir: Təbuk döyüşündə Peyğəmbər ona Allahın salavatı və salamı olsun dəridən düzəldilmiş çadırdaykən mən onun yanına gəldim və o mənə dedi: qiyamət saati gəlməzdən əvvəl baş verəcək bu 6 əlaməti say. Mənim ölümüm, sonra Qüdsdə olan Beytül-Məqdisin fəth edilməsi, sonra qoyunları qırıb çapan tumov xəstəliyi kimisi məhv edəcək azar, sonra mal dövlət o qədər artacaq ki, birisinə 100 dinar verdikdən bundan narazı qalacaq, sonra elə bir fitnə meydana gələcək ki, ərəblərdən hər birinin evinə girəcək, daha sonra Rumlularla sizin aranızda sülh bağlanacaq və çox keçmədən onlar bu əhdi pozub, hər birinin altında 12 minlik qoşun olan 80 bayraqla sizin üstünüzə gələcəklər. Buxari 3176-cı hədis. Ömərin xəlifəliyi dövründə hicrətin 16-cı ilində Qüds fəth olunur və orada bir məscid də inşa edilir. İbn Həcər deyir, bu əlamət Ömərin zamanında Qüdsün fəthindən sonra Ambasda baş vermişdir. Taun hicrətin 18-ci ilində Ambasda baş vermiş və sonra Şam tərəfə də yayılmışdır. Ölənlərin sayı 25 min nəfər olmuşdur. Bu ümmətin əmini olan Əbu Ubeydə Cərrah da bu xəstəlikdən ölmüşdür.
İmran bin Hüseyn rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun belə buyurdu. Adəmin yaradılışı ilə qiyamətin qopması arasında Dəccaldan daha böyük bir fitnə yoxdur. Muslim 7582-ci hədis. İbn Abbas deyir, bir gün Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu. Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan onun qarşında taparsan. İstədikdə yalnız Allahdan istə. Kömək dilədikdə yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir şeylə fayda verə bilməzlər. Həmçinin, sənə zərər vermək üçün bir yerə toplansalar belə, Allahın sənə qarşı yazdığından başqa bir şeylə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur. Ət-Tirmizi 2516, 2706-cı hədis. Əl-Əlbani səhih olduğunu bildirmişdir. Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun belə buyurdu. Fərat aralanmayana qədər və bu yerdə qızıldan dağ əmələ gəlməyənə qədər qiyamət saati qopmayacaq. İnsanlar bu qızıla görə bir-biri ilə vuruşacaq və hər 100 adamdan 99 öləcək. Bu zaman onlardan hər biri belə deyəcək. Bəlkə elə sağ qalan mən olacağam. Muslim 7454, 7458-ci hədis. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir. Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yaşadığı dövrdə insanlara quraqlıq üz vermişdi. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, cümə günü xütbə verərkən bir bədəvə ayağa qalxıb dedi. Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım əlində olan Allaha and olsun ki, o hələ əllərini aşağı salmamış, başımız üzərində dağlar qədər buludlar topalaşdı. Və o minbərdən yerə enməmiş, mən onun saqqalından süzülən yağış damcılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrası gün, daha sonraki gün, növbəti cüməyədək yağış ara vermədən yağdı. Həmin bədəvi ayağı qalxıb dedi, Ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı, bizim üçün Allaha dua et. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, əllərini göyə qaldırıb dedi, Allahım, yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə səması çalaya bənzədi. Qənat vadisindən bir ay sel axdı. Kənarda Mədinəyə gələn hər kəs bol yağışlar yağdığından danışırdı. Buxari 933-cü hədis.